Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrefil enbiya ve murselin. Amma ba'd. Möhtərəm müsəlmanlar, ilk öncəsi salamlayıram. Esselamu aleykum və rahmetullah və berekatuhu. Bugünkü dərsimiz yenə də Quran təfsiri silsiləsindən olacaq və keçən dərsdə biz götürdük 18-ci dərsdə Quran-ı Kərimin cəm edilməsi barədə Osman bin Əffanın 3-cü xəlifə Osman bin Əffanın dönəmində Quranın cəm edilməsi məsələsini, əhkamlarını götürdük. Və dərsin sonunda dedik ki, bəs bugünkü dərsimiz artıq deməli Quran ayələrinin Məkkə və Mədinə ayələrinə bölünməsi barədə olan hissəsini götürəcək. Və bəllidir ki, Allah Rəsulü sallallahu əleyhi və səlləmin peyğəmbərlik dönəmi hansı ki, iki belə deyək də hissəyə bölünür. Məruf olduğu kimi 23 ildir elə və Məkkə dönəmi elə ki 13 il o davam etmişdir. 3 il sirri dəvət getmişdir, elə gizli dəvət getmişdir və 10 ildə aşkar dəvət getmişdir. 13 il ümumən Məkkə dönəminin belə deyək vaxtıdır, miqdarıdır, vaxtının miqdarıdır. Və Mədinə dönəmi 10 il davam etmişdir ki, bunların toplamının cəmi 23 il edir. Və baxmayaraq ki, bu isimlər, bu adlar coğrafi adlarla, belə deyək, şəhərlərin adları ilə adlanır, yəni Məkkə ayələri, bir də Mədinə ayələri elə. Lakin əslində bu belə deyək də Məkkə, Mədinə belə deyək də Məkkə və Mədinədən nazil olmanı əhatə etmir. Əslində bu əhatə edir zaman baxımından. Yəni Məkkə dönəmindən murad hicrətdən öncə olan dönəm qəsd olunur. Yəni ayələrin illə belə deyək də coğrafi məkan olaraq Məkkədə nazil olmasından söhbət getmir. Aydındır, zaman baxımından. Yəni burada əsas meyarı götürülən nədir? Zamandır və Məkkə adlandırılması da bəllidir ki, müsəlmanların Məkkədə olması və ya müsəlmanların çoxunun və ya Allah Rəsulunun belə deyək, Məkkədə olması olduğu üçün belə deyək, belə adla adlanır. Həmçinin Mədinə ayəsi bu deməli hicrətdən sonrakı dönəmi əhatə edir. Və bunların bilinməsi ümumiyyətlə Məkkə və Mədinə ayələrinin bilinməsinin faydaları vardır. Məsələn, İbn-i Useymin rahimehullah, Şeyx İbn-i Useymin elə Məkkə və Mədinə ayələrinin haradan nazil olmasının bilinməsinin faydalarını qeyd edərkən deyir ki, elə deməli kitabın adını bir dəqiqə qeyd edim. Üsul fi təfsir adlı kitabda. Üsul fi təfsir adlı kitabda Şeyx Muhammed bin Salih Əl-Useymin və ya İbn-i Useymin elə deyir ki, Fəvaidu Mərifətil Mədəni vəl Məkki bu başlıqla. Deməli kitabın bu bölümündə 15-ci səhifədə və qeyd edir, deyir ki, Mərifətul Məkki vəl Mədəni nəv'un min ənvəyi ulumul Quran əl-mühimmə. Deyir, Mədinə və Məkkə ayələrinin bilməyin faydaları. Başlıq belədir. Deyir, Məkkə və Mədinə ayələrinin bilinməsi bu mühüm olan Quran elmlərinin növlərindən bir növdür. Yəni bölümlərindən və ya növlərindən nədir? Bir bölümdür və ya bir növdür. Və zəlikə liənnə fihə fəvaid. Və bunun belə olması nə üçün mühümdür, belə deyək? Çünki bunun faydaları vardır. Yəni bunun bilinməsi, məsələn bilinməsi ki, tutaq ki, filan surə və ya filan ayə elə Məkkədə nazil olub və ya filan surə və ya filan ayə Mədinədə nazil olub. Bunun bilinməsi müəyyən
faydalar cəm edir və bu faydalardan davam edir. Deyir ki, minhə bu faydalardan əvvələn birincisi zuhuru bəlağatul Qur'an fi a'la məratibihə heysu yuxatabu kullu qavmin bimə tuqtedihi halihim min quvveti və şiddə av leyyinin və suhlətin. Bax, belə bir söz qeyd edir şeyx. Deyir ki, bunun faydalarından biri budur ki, Quranın ən yüksək mərtəbədə, ən uca mərtəbədə bəlağətinin zuhur etməsidir. Bunun bilinməsi. O baxımdan ki, yəni hər qövm ki, hansı ki o qövmə xitab edilir, onların halı bilinir, qüvvət və şiddət baxımından və ya yumşaqlıq və ya sərtlik baxımından, belə deyək. Daha doğrusu sərtlik və yumşaqlıq baxımından, yəni əhvalının onlara xitab edilmənin nəyi bilinir? Bəlağəti bilinir. Bu da nədir? Böyük bir faydadır. İkincisi, səniyyən zuhuru hikmətut təşri fi əsmə gayetihi heysu yetədarracu heysu fə şeyən bihəsbi el-əhval bihəsbi el-əhəmmu alə mə tuqtedihi halul muxatibin və istidadihim lil-qəbuli və tənfiz. Və deyir, həmçinin bunun bilinməsi deyir, onun deyir, yəni Allah Subhanahu və Taala'dan göndərilən təşri edilməsinin hikməti izhar edilir, onun qayəsi bilinir və bəzi şeylərin tədrici olması bilinir o baxımdan və bunun əhəmiyyəti odur ki, yəni xitab edilmiş olan xitabların halı, yəni iki xitabın halı, yəni Məkkədə edilən xitablarla Mədinədə edilən xitabların ayı və onların hazırlanması, onların adları, onların qəbul edilməsi və rədd edilməsi və s. Yəni cürbəcür əhvallardan burada murad, yəni yəni təşrinin hikmətində olan fərqli halların bilinməsi elə və ya bunun zuhur etməsi, tanınması nə edir? Bu faydalardandır. Elə və sonra qeyd edir ki, tərbiyyətü dəvəti iləllahi Teala və uzundur, yəni şeyxin sözləri hamısını qeyd etmək istəmirəm, çünki vaxtımız məhduddur və başqa faydaları da qeyd edir. Həmçinin dördüncüsü təmyizun nasix minəl mənsux və dördüncüsü nasix, yəni nəsx edən ilə mənsux edilmiş olan ayələrin bilinməsi baxımından elə ayələrin nazil olma tarixlərinin bilinməsi çox nədir? Əhəmiyyətlidir və mühümdür. Və əlbəttə ki, fərqlər vardır bu ayələrin, elə Məkkə ayələrini bir-birindən, belə deyək, Mədinə ayələrindən fərqləndirən əlamətlər vardır. Baxın, müəyyən elə əlamətlər vardır ki, o əlamətlərə görə elə bilinir ki, fərqlənir ki, bu ayə Məkkə ayəsidir, bu ayə Mədinə ayəsidir və ya bu surə Məkkə surəsidir və ya bu surə Mədinə surəsidir. Elə bunun da fərqlənməsi cürbəcür amillərlə əlaqəlidir. Birincisi, məsələn, mövzuya görə. Yəni, məsələn, Məkkə ayələrində əsasən elə Allah Subhanahu və Taala'nın bəyanı, xitabı üsul-i din əhkamları üzərində qurulmuşdur. Bu da tövhidin bəyanı, yəni la ilahe illallahın bəyanı, qiyamət gününə iman etməyə çağırış, dəvət, belə deyək, və cənnət və cəhənnəmin əhvalının bəyanı üzərində qurulmuşdur. Həmçinin peyğəmbərlərin qıssaları, elə peyğəmbərlərin, yəni xəbərləri, elə həmçinin bütlərə ibadət edənlərin halının məzəmmət edilməsi keçmiş qövmlərdən. Elə, yəni peyğəmbərlərin dəvətlərin barədə məlumatların verilməsi, elə
və bütpərəstlərin əhvalı tarix ərzində, yəni qədim qövmlər və ya peyğəmbərlərin belə deyək, qövmləri əsnasında, dəvətləri əsnasında bütlərə ibadət edənlərin məzəmmət edilməsi. Halbuki Mədinə dönəmi Allah Rəsulunun yəni peyğəmbərliyinin Mədinə dönəmində artıq yəni dinin furusu, budaqları barədə artıq ayələr nazil olmuşdur və ya surələr ki, bunlar əhatə edir çeşidli ibadətləri, elə bu bir. İkinci, müamilələri, elə və hüdudları, cəzaları. Yəni ki, məsələn, filan məsələn, əməli edənin cəzası və s. Həmçinin ailə nizamı, elə və hərb və sülh əhkamları. Yəni, savaş, elə və sülhün əhkamlarını özündə nə edir? İhtiva edir. Çünki niyə görə? Çünki Mədinə dönəmində artıq yeni əhkamlar belə deyək də təşri edildi. Məsələn, buna qeyd etmək olar oruc ibadəti, buna əlavə etmək olar zəkat ibadəti, həmçinin həcc ibadəti və s. cihad ibadəti və s. Yəni bütün bunlar hamısı elə yəni dinin belə deyək furusuna aid olan məsələlərdəndir. Həmçinin məsələn ikinci hal olaraq elə məsələn Məkkə və Mədinə ayələri bilinir üslub baxımından və ya lüğət baxımından. Üslub və lüğət baxımından belə deyək də seçilir bir-birindən. Məsələn Məkkə ayələrini Mədinə ayələrindən fərqləndirən xüsuslardan biri budur ki, üslub və lüğət baxımından Məkkə ayələri qıssa ayələrdir. Halbuki Mədinə ayələri uzun ayələrdir. Baxın. Həmçinin məsələn Məkkə ayələrində məsələn məzəmmət edilir, yəni şiddətli ləhcələr bəyan edilir, elə şiddətli yəni xitablar edilir, elə və həmçinin hansı ki hüccətlərin və bürhanların, yəni dəlillər üzərinə qurulmuşdur. Yəni Allah Subhanahu taala elə xitab edir ki, Məkkə dönəmində məsələn keçmiş qövmlərdən xəbər verərkən müəyyən möhkəm dəlillərə nə edir? İstinad edərək bunu nə edir? Bəyan edir. Amma məsələn Mədinə ayələrində isə əsasən əhkamların ərz edilməsi və təşrilərin, yəni yenə də təşri edilən əməllərin təfsilatının bəyan edilməsi üçün bu səbəbdən də ayələr nədir? Uzun ayələrdir. Mədinə ayələri nədir? Uzun ayələrdir. Amma Məkkə ayələri qısa ayələrdir. Həmçinin fərq baxımından elə Məkkə və Mədinə ayələrinin bir-birindən fərqlənməsi nida cəhətdən, yəni xitab cəhətdən ayələrin fərqli xitab edilməsidir. Məsələn, Məkkə ayələrində elə Allah Subhanahu wa taala ya eyyuhənnas, ey insanlar elə olaraq xitab edir. Yəni xitab nədir? Bu cür xitab nədir? Ümumi xitabdır. Yəni ey insanlar, ya eyyuhənnas. Amma Mədinə dönəmində isə ya eyyuhəllezine amenu. Ey iman edənlər. Artıq xitab kimədir? İman edənlərədir. Ona görə də bütün ayələr hansı ki ya eyyuhənnas xitabı ilə başlayır, elə bu ayələr hansı ayələrdir? Məkkə ayələridir. Bütün ayələr hansı ki ya eyyuhəllezine amenu ilə başlayır, elə bu hansı ayələrdir? Mədinə ayələridir. Bax, burada xitab cəhətdən nədir? Fərqlər olduğu məlumdur. Həmçinin yəni fərqlərdən həmçinin məsələn xüsusi fərqləndirici amillər ilə Məkkə ayələri elə Mədinə ayələrindən nə edilir? Seçilir. Məsələn, bunlardan biri məsələn Quran-ı Kərimdə olan müəyyən əhvalları səbəbindən məsələn tilavət səcdəsi olan ayələr ki 14 dənə yerdədir, bəllidir, mərufdur. Yəni o ayələrin belə deyək də qiraəti edildiyi zaman nə edilməlidir? Tilavət səcdəsi edilməlidir.
o ayələrin hamısı Məkkə ayələridir. Bütün surələr hansı ki orada elə sadəcə Ənkəbut surəsi xaric. Ənkəbut surəsi Mədinə surəsidir. Elə bütün surələr hansı ki orada səcdə tilavət səcdəsi ayələri vardır. Onlar hansı surələrdir? Hansı surələrdir? Məkkə surələridir. Sadəcə Ənkəbut surəsindən başqa hansı ki orada tilavət səcdəsi var, lakin o Mədinə surəsidir. Bax, belə fərqləndirici amillər mövcuddur. Necə ki, məsələn, vaxtımız da dardır, çünki dərslərin vaxtını da qısa etmək məcburiyyətindəyik və deyildiyi kimi Məkkə və Mədinə ayələrinin bilinməsi faydalıdır, önəmlidir. Bunları bilməliyik və bunu həmçinin bilinməsi nəsx və mənsux məsələlərinin də, yəni Quranda olan nəsx edilmiş və nəsx edən və mənsux olan ayələrin bilinməsi üçün də Məkkə və Mədinə ayələrinin bilinməsi nədir? Faydalıdır. Onların bilinməsi faydalıdır. Bu qədər müxtəsər, yəni məsələn, həmçinin məsələn, ədəbiyyat olaraq tövsiyə edirəm ki, məsələn, Şeyx Əl-Qattan, Mənna İbn Xəlil Əl-Qattanın Məbahisu fi Ulumul Quran adlı kitabda ayrıca bölüm var. Əl-Fərqu beynəl Məkki vəl Mədəni. Oradan da müəyyən informasiya 60-64-cü səhifələrdə. Həmçinin Quran elmləri barədə olan kitablardan İmam Əz-Zərkəşinin, Bədruddin Əz-Zərkəşinin Əl-Burhan fi Ulumul Quran adlı kitabda 1-ci cild 187 205-ci səhifələrdə, həmçinin İmam Əs-Suyutinin İtqan fi Ulumul Quran adlı kitabda 1-ci cild 36-72-ci səhifələrdə deməli Ən-Nəvul Əvvəl fi Mərifətil Məkki vəl Mədəni adlı başlıq açmışdır. Birinci növdə birinci növ olaraq və həmçinin Əz-Zurqaninin Mənahilul İrfan fi Ulumul Quran adlı kitabda 1-ci cild 192-204-cü səhifələrdən Məkkə və Mədinə ayələri barədə müəyyən məlumatların əldə edilməsi mümkündür. Burada qalırıq inşallah. Gələn dərsdə mövzumuzu davam edəcəyik. Müxtəsər bu qədər. Allah bilir. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.